Həzaslanov qəsəbəsində tikintisi davam edən villa layihəmizlə sizi tanış eləmək istəyirik. Fasadımız ümumilikdə termoizolyasiya ilə təchiz olunacaq. Villamıza daxil olduqda bura hol hissəsidir. Bura mətbəxdir. Mətbəx hissədən yay oturma zonasına çıxış yeri var. Burada artıq bizim bir qonaq otağımız var. Mətbəximizdən sonra bir ədəd kiçik yataq otağı yerləşir. Pilləkən hissəsinin alt tərəfində bir ədəd birinci mərtəbədə sanuzerimiz var. Pilləkən hissəsi beton konstruksiya ilədir və üstü xüsusi örtüklə örtüləcək. İkinci mərtəbəyə çıxdıqda burada bir ədəd holumuz var. Holdan sonra bir ədəd böyük master yataq otağımız var və bir ədəd sanitar qovşağı var. Sanitar qovşağımızın santexnik işləri ilkin mərhələsi çəkilib. Burada da divar içi sistemlər quraşdırılacaq. Bir ədəd ümumi sanitar qovşağı var. Daha sonra bir ədəd uşaq yataq otağı, bir ədəd isə qonaq yataq otağı var. Hər iki mərtəbəmizi ayıran döşəmə hissə monolit betonlandır. İkinci mərtəbənin tavan hissəsi monolit betondan təchiz olunub. Villamızın təmir tikinti işlərinin gedişatı ilə sizi yaxından tanış eləyəcəyik.